Yataq otağımda özümü rahat hiss etdiyim ən özəl yer çarpayımın təmizliyini sizinlə bugün bölüşəcəm. İlk öncə köhnə istifadə etdiyim çarpayı üzlərini çıxardıram. Gördüyünüz kimi mənim çarpayı başlığım digər çarpayı başlıqlarından biraz fərqlidir. Parça dekorla işlənilib və bu dekoru saxlamaq biraz çətin olur. Amma mənə çətin deyil, çünki mən bunu təmizləyərək rahat saxlaya bilirəm. Parça çarpayımın hər bir yanını sevdiyim məhsulla təmizlədikdən sonra taxt döşəyimi də unutmuram. Taxt döşəyindən tozların aradan qalxması üçün tozsoranla yaxşıca süpürdüm və hər çarpayımı dəyişdikdə mən bu prosesi yerinə yetirirəm. Məqam gəldi çatdı yeni çarpayı üzlərini sərməyə və özümüzü təmiz, rahat, ruhumuzu dincəltməyə. Çarpayı üzlərini yerləşdirirəm. Mənim üçün çarpayımın, yatağımın təmizliyi mənim təmizliyim deməkdir. Burada isə deyə bilərsiniz ki, yataq otağı təmizliyi olmadı. Xeyr, yataq otağımı təmizlədim sadəcə qısa video olsun deyənə sizə ancaq çarpayımın təmizliyi ilə bağlı video paylaşıram. Və sonda çarpayımı təmizlədim, üzərini bəzədim. Bu da mənim çarpayımın gün aşırı təmizliyi. Əgər sən də evindəki bu sərqə və rahatlıq hissini mənim qədər sevirsənsə, videonu bəyənməyi unutma. Rəylərdə fikirlərini yaz ki, bir-birimizi daha yaxşı tanıyaq. Həm də kanala abunə olub bu gündəlik həyatı, əməyi və sadə gözəllikləri birlikdə izləməyə davam edək. Sizin hər baxışınız, bəyənməyiniz və dəstəyiniz mənim üçün böyük motivasiyadır. Bu yol sizsiz olmaz. Təşəkkür edirəm, var olun. Hələlik.